Sizi dəyərli izləyicilərimiz, bugün sizə qida əlavələrindən ikisini bir-birinə qarışdırıb içməyin faydaları haqqında danışmaq istəyərdim. Deməli, bu iki məhsul kardiseps və iyonlaşmış kalsiumu bir-birinə qarışdırıb içsək nə baş verir bizim bədənimizdə? Oynaqlarda şişkinliyi, ödemin əmələ gəlməsinin qarşısını alır. Eyni zamanda revmatizm xəstələrində səbəb olur, oynaq ağrıları baş verir ki, bunun qarşısını almağa köməklik göstərir. Demək, kardisepslə kalsium bir arada qəbul edildikdə bədənə daha tez, daha sürətlə yayılır. Çünki kardiseps burada nəqliyyat rolunu oynayır. İyonlaşmış kalsiumdur. Hər dəfə deyirəm, tanıtırıram. Dünyanın ən keyfiyyətli kalsiumudur. Bədənə hüceyrə səviyyəsində oturan kalsiumdur. Digəri isə çox möcüzəli bir məhsuldur. Kardiseps məhsulu həm bitki, həm həşəratdır. Bu məhsuldandır və hər dəfə 4 və ya 2 kapsul mütləq qarışdırıram kalsiuma. Bu belə qəbul edirəm məhsulu. Çox möhtəşəm nəticə verir. Oynaqlarda şişkinliyi olan, iltihabı olan insanlar üçün əvəz olunmazdır. Hər gün bir ədəd qəbul edin, nəticəsi isə möhtəşəm olacaq.